paradda bu hayqamışlar mənim maraqlı gəldi ki, bunlar görəsən orada nə işlə məşğuldular. Amma belə hayqamışlar da. Neyse, hayqamışlardan keçək əsas məsələyə. Azərbaycan şəxsiyyətinə salam, hər vaxtınız xeyirli olsun. Düzdür, üstündən bir neçə gün keçib, söhbət təbii ki, İrəvanda keçirilən həmin o hərbi paraddan gedir. Var idi, maraqlı məqamlar var idi və dərhal da bir tərəfdən fikirləşdilər ki, aha, Ermənistan çox güclü surətdə silahlanır, vəziyyət ağırdır. İkinci bir tərəfdən kimsə baxdı, dikək, ortalıqda heç nə yoxdur. Yəni, bu tərəfi də başa düşmək olar, ikinci bir tərəfi də başa düşmək olar, üçüncü bir variant varsa onu da başa düşmək olar. Bu fakt, bəli, silahlanır və silahlanmaya bilməz. Səbəb 20-ci il onları elə pis günə qoymadıq ki, ondan sonra silah almasınlar və 21-ci ildən bu ilə qədər Ermənistan hərbi büdcəsi durmadan artıb, söhbət artıq 1,7 milyard dollardan gedir. Biz üçün bəlkə də az görsənə bilər, amma fakt Ermənistan kimi yetim bir ölkə üçün bu heç də az bir məbləğ deyil. Və Ermənistan özü üçün hərbi müttəfiqlər, tərəfdaşlar, dostlar tapa bilib. Parada baxanda dərhal onu görmək mümkündür. Düzdür, paradın ümumi gedişatına baxanda burada nəyə görmək mümkündür? Birinci o robot itlərin göstərilməsi bir balaca mənə gülməli gəldi və dərhal da başa düşmək mümkün idi ki, Paşinyan burada yalnız və yalnız o hakimiyyətdə olduğu müddətdə mən nələr almışam, nələrimiz var, onları göstərmək üçün bu parad nəzərdə tutulmuşdur. Onun başqa bir adı yoxdur. Çünki parad olanda ümumiyyətlə paraddan söhbət gedirsə, təbii ki, mütləqdir ki, sən ordunu göstərəsən ki, bu mənim ordumdur və mənim ordumun hər tərəfli inkişafı üçün hansı addımlar atılıb, nəyimiz var, hansı vəziyyətdədir, bütün bunların hamısını göstərmək üçün parad nəzərdə tutulur. Yox, mən filan malları almışam, gəlin sizə göstərib, bu artıq parad deyil. Bu hərbi şoudur, bunun başqa bir adı yoxdur. Okey, problem yoxdur. Amma yenə də hər bir kadra baxanda və diqqətlə həmin o kadrları, hətta bax bu kadra baxanda dərhal başa düşmək mümkündür ki, Ermənistan istər bir sıra Avropa ölkələri, ələxüsus Fransa və əsas da Asiya ölkələri ilə hərbi əməkdaşlıq qura bilib. Hətta bu pikapların üstündəki bu pulemyotlara baxanda görürsən ki, bəli, Fransa ilə əla münasibətlər Ermənistanda var idi, möhkəmlənir və belə də davam edəcək. Söhbət təkcə o pulemyotlardan getmir. Tiqranmet prospektindən durub gəlib bu meydana çıxan maşınların hər birinin üstündəki silahlara, texnikaya, avadanlığa baxanda başa düşmək mümkün idi ki, Fransa ilə münasibət əladır. Rusları xalaxətrin qalmasın, yəni TOS-1 reaktiv od saçan yayılım sistemlərini göstərdilər ki, Rusiyadan da nəsə var. Bu, məsələn, Fransadan alınan həmin o bastion maşınlarıdır. Durub gəlsən ki, yaxşıdır, biraz gülməli görsənir. Pisdir, o da düzgün alınmazdı. Amma hər halda zirehli texnikadır və bunu alırlar. Üstündəki pulemyot, məsələn, Amerikanın istehsal etdiyi M2 Browningdir. Dərhal durub deyə bilər ki, aha, Amerikanın deməli Amerikadan silah alır. Artıq bu dəqiqə vəziyyət elə dəyişib ki, sən istənilən ölkədən silah ala bilərsən. Və mütləq deyil ki, həmin o M2 Browning mütləq ki, Amerikadan gəlsin. Lisenziya üzrə Fransanın özü onu istehsal edə bilər və sata bilər. Problem yoxdur. Bu baxımdan heç bir çətinliyi mən burada görmürəm. İranın özündən texnikanı görəcək burada alınıb. Hindistan, Çin ölkələrindən texnika alınır. Ermənistan özü xırda başlayıb artıq texnika istehsal eləməyə. Texnika deyəndə mən təbii ki, ağır texnikanı nəzərdə tutmuram. Amma fakt hər halda var. Baba, həmin o Buratina kimi tanıyır da, Sontsepeyok, Buratina fərq eləməz. Bu maşınlar, misal üçün, Rusiyanın istehsal etdiyidir. Amma artıq Rusiya-Ukrayna müharibəsi göstərdi ki, bu boyda maşınların cəbhə xəttinə çıxması, onlar uzaqdan atəş aça bilmirlər. Yeri gəlmişkən maksimum 6 kilometrdir, 9 kilometrə çatdırmaq niyyətindədirlər və çatdırırlar da. Bu tip maşınların cəbhə xəttinə çıxması dərhal onun vurulması deməkdir dron tərəfdən. Ona görə də bu texnikanı nə dərəcədə vacib və lazımlı saymaq olar, mənim üçün şübhalıqdır. Düzdür, bizdə də silahlanma da var. Amma ermənilərdə də bu həmin o TOS-1-lər var və bu nöqteyi nəzərdən sanki Ermənistan bizimlə bir paritet yaratmaq niyyətindədir. Yarada biləcək İnanmıram. Nəyəsə almaqla pariteti yaratmaq müşkül məsələdir. Amma ermənilər radioelektron mübarizə sistemlərinə xüsusi diqqət ayırmağa başlayıblar. Yenə də bu Rusiya-Ukrayna müharibəsindən sonra gedişatında anlaşılan bir məqam idi ki, bəli, mütləqdir ki, dronlara qarşı mübarizəni radioelektron mübarizə sistemindən başlayasan. Eləcə də Fransadan alınan radar kompleksləri, onlar da bu paradda göstərildi. Və onların hər birinə ermənilər öz dillərində adlar qoyublar və ona görə o adla baxanda işte tapmırsa, amma texnikaya baxanda başa düşürsən söhbət nədən gedir.
Məsələn, İtaliyanın Iveco yük daşıyan avtomobillərini gördüm. Onların şasisinin üzərində silahlar var idi. Azərbaycan İtaliyana normal münasibətləri var. Amma eyni zamanda Iveco Ermənistana da texnika, təkərli texnika satır, söhbət avtomobillərdən gedir. Bu olmasın, başqası olsun, fərq eləməz. Yəni burada artıq hansısa bir ölkəni günahkar çıxartmaq ki, ay əclaflar, siz də satırsınız, xeyr. Akaşlar, akaş, uşaq sözünə oxşayır. Akaş, araş, akaş fərq eləməz. Rusiyanın vaxtı ikən istehsal etdiyi orta məsafəli Jarvis Talehi çağırırlar. Aləm deyib bir-birinə. Onun müqabilində həmin o Zenit raket komplekslərinin yaradılması və Ermənistana satılması mənə həm də ona görə maraqlıdır ki, vaxtı ikən Kuba idi ya Kruga idi Rusların Zenit raket kompleksləri. Onlar onsuz da özlərini bir fərqi göstərə bilmirdilər və göstərə bilmədiyi halda Hindistanın bu raketləri istehsal eləməsi və onu ermənilərə satması, əslində qalsa ermənilərin özləri üçün bir Ruslarda bir söz var, Medvedyev usluga. Yəni fərqli bir şey deyil, o dəqiqdir. Düzdür, silahdır, düzdür, atır, amma belə fərqli bir şeydir. Və həmin o fərqli olmayan şeylərdən biri eyni zamanda İranın istehsal etdiyi və satdığı Məcid yaxın məsafəli Zenit raket kompleksidir ki, onların da özlərinin mənfi tərəfləri heç də az deyil. Düzdür, yaxın məsafəli Zenit raket kompleksidir və döyüşdə istifadə etmiyorlar. Amma minuslarını saymağa başlayanda görürsən ki, İran Məcidi yalnız Erməniyə sığıya bilərdi. Başqa bir variantı yox idi. Çünki heç bir ölkə həmin o Məcidləri İran özü istifadə eləyir, amma başqa bir ölkə onları almaq niyyətində deyil. Şübhəli texnikadır. O nöqteyi nəzərdən onları almaq istəmirlər. Niyə? Səbəb, yenə də deyirəm, mənfi tərəfləri çoxdur. Və vaxtı ikən o İsrail Ermənistana silah satım məsələsi yadınızdadır. Eləcə də ona oxşar olan tank əleyhinə idarə olan raket komplekslərdən söhbət gedir ki, bax bunlardan söhbət gedir ki, bunlar Çin istehsalıdır və həmin o raket kompleksləri atdın yaddan çıxardırsan. Prinsipi üzrə işləyir. Nişan alıb atıb gözləmək lazım deyil. Atırsan Javelin kimi. Atırsan vəssalam. Yerini dəyişə bilərsən, raket gedib özü hədəfə dəyəcək. Dəyəcəkmi? Bilmirəm. Şurasındadır ki, o tip silahların hələ heç biri döyüşlərdə öz effektivliyini göstərməyib. Bunları sadəcə olaraq satırlar və Ermənistan dərhal onu alır. Belə silahlar çoxdur əslində qalsa və bütün parad gedişatı boyu onlara baxanda görmək mümkün. Düzdür, ilk baxışdan bu tip silahların hamısına baxanda adamda belə bir təəssürat yaranır ki, ayda Ermənistan gördüyünüz qüvvətli formada silahlanır. Amma burada D-30 toplarını görürük, hamımızdan yaşca böyük olan toplardır. Müasir müharibə artıq göstərib ki, artilleriya yerindən dayanıb atəş açmamalıdır. Əgər artilleriya stasionar olaraq yerində dayanırsa və atəş mövqeyindən düşmənə, yəni bizə atəş açırsa, dərhal həmin nöqtə vurulub dağıdılır. Ermənistan niyə görə burada D-30'ları göstərdi, mən bilmirəm. Və onun da alacaq. Hindistandan almış 155 mm-lik həmin o toplar ki var. Onlar da əslində qalsa stasionar toplar. Düzdür, özü ölü-ölə də olsa yerini dəyişə bilir. Bunlardan söhbət gedir. 155 mm. Atakams nədir onun adı? Atakams. Yerin belə də xudmani dəyişə bilir. 40 kilometrə qədər atış aça bilir. Bəli, bütün bunların hamısı var. Amma özü yeriyən top kimi bunu qəbul etmək biraz müşkül məsələdir. Və həmin o topların stasionar olaraq öz mövqeyindən yanıb atəş açması artıq onların hipotetik müharibədə elə ilk qurbana çevrilməsi deməkdir. Və bunu ermənilərin Hindistandan aldığı MAG-155 Atakams tipli topların hər birinə aid etmək mümkündür. Düzdür, ermənilər burada hər tərəfli bu topları göstərirlər ki, bəs varımızdır, uzaq mənzilli sayılır. Sovet topları 152 mm-lik Giyatsintlər 27-30 kilometrə qədər atış aça bilirdi. Amma Hindistanın o NATO standart 155 mm kalibrli olan həmin o topları 40 kilometrə qədər atış aça bilir. Yəni, əks batereya artilleriya müharibəsində onlar daha uzaqdan yanıb atış aça bilərlər. Amma bizə qarşı yox. Səbəb bizdə özü yeriyən Noradır, Ditadır, bu tip toplar var ki, biz onları Avropa ölkələrindən almışıq. Onlar bu toplara nisbətən daha manevrli, daha keyfiyyətli toplar sayılır. Onlar hətta döyüşlərdə də özlərini göstəriblər və bu səbəbdən söhbət artıq paritetdən getmir. Yenə də artilleriya baxımından biz onlardan üstünük. Bu tərəfləri var. Zenit raket kompleksləri bu arada baxdıq. Digər artilleriya raket komplekslərinə gələndə burada da yenə də ümid olur. Pinaka sistemi var Hindistanlıların. Onlardan istifadə etmə niyyətləri var. Alıblar da yeri gəlmişkən və Pinaka özünü Hindistan-Pakistan müharibəsində də göstərib. Etiraf eləmək lazımdır ki, pis göstərmədi. Normal silah sayıla bilər Pinaka və bu baxımdan ermənilər artıq burada bir balaca belə
alış-verişdə qabağa düşüblər. Amma ən əsas məsələlərdən mənim diqqətimi cəlb edən məqamlardan biri ermənilərin dronlarıdır. Ermənilər özləri artıq dron istehsalına başlayıb. Ermənilər Çindən dronlar alırlar və almaqlara davam edirlər. Hətta ermənilər Çindən Amerikanın Reaper dronları var, MQ-9 səhv eləmirəmsə. Həmin o dronların kopyasını Rainbow adı altında buraxılan dronlardır, böyük dronlardır, zərbə dronlarıdır. Özləri sursat daşıya bilir, 4 ədəd və böyük yüksəkdən o sursatları hədəfə doğru ata bilirlər. Eləcə də burada çox maraqlıdır ki, Haropa oxşayan dronları da görmək mümkün idi. Amma sonradan diqqətlə baxanda görürsən ki, yox, bu Harop deyil. Fars başları üçün deyirəm bunu. Oradakı dronlar Harop deyil. Haropa oxşayır, amma Harop deyil. Çünki Hindistan və yaxud Çin Haropun özünə baxıb ona oxşar dron düzəltməkdə mahirdirlər. Və bu baxımdan hətta saytlarımıza da baxsınız, bu barədə məlumatlar var ki, bəli, vəziyyət budur. Harop deyil, amma Haropa oxşayır. Harop qədər dəqiq deyil, Harop qədər böyük faydalı iş əmsalına malik deyil, Harop qədər uzaq məsafəyə uça bilmir, Harop qədər böyük sursat daşıya bilmir, Harop qədər uzun müddət havada qala bilmir. Amma var və ermənilərin də bu paradda dronlara xüsusi diqqət yetirməsi və onları göstərməsi artıq ermənilərin dronlara doğru yeni müharibə konsepsiyasını nəzərə alaraq dronlara doğru getməsinin şahidi olmaq mümkün idi. Tank, BMP, BTR və bu tip sarıdan olan texnikanı biz bu paradda görmədik. Mənə əsasında çox maraqlı gəlirdi ki, görəsən ermənilər bu paradda modernizasiya olunmuş tanklar, BMP-lər, BTR-ləri göstərəcəklərmi? Göstərmədilər. Səbəb, yenə deyirəm, bu parad biz bu silahları almışıq və aldığımız silahları göstərmək istəyirik kimi bir hərbi şou idi. Ona görə də orada həmişə diqqəti özünə xüsusilə cəlb edən tankları, BMP-ləri görmək mümkün deyildi. O cümlədən BTR-lərdən də söhbət gedir. Yaxşı yadıma düşdü. Yeri gəlmişək. Yadınızda da sizə bir sual vermişdim. Qradın altında, lülələrin altında bir lövhə var idi və həmin o lövhədə rəqəmlər var idi. Və sual vermişdi ki, bu niyə görədir? Qrafon adlı izləyicimiz sağ olsun cavab yazıb və yazıb ki, oradakı nömrələr qradın lülələrindən mərmilərin çıxma ardıcıllığını göstərir. Reaktiv mərmilər məhz bu ardıcıllıqla həmin o paketdən çıxır. Düz deyir, əhsən, qrafon əla, hər şey qaydasındadır və onunla da dərhal ikinci sual yaranır. Ardıcıllıqla çıxır çıxmağına, düzdür, amma niyə elə ardıcıllıqla çıxır? Bax, bu bizim ikinci sualımızdır. İrəvanda keçirilən hərbi parada gəldikdə, bəli, düşməndir. Çox da ki, biz ora benzin, dizel göndəririk, çox da ki, bizim ərazimizdən ora Rusiyadan gəlib keçmək şərtinə yüklər gedir, buğda, gübrə və s. və ilaxır. Baxmayaraq ki, Azərbaycan özü ora məhsul göndərir, yenə də düşməndir. Və necə ki, onlar bizi hər bir halda düşmən kimi görürlər, ümumilikdə söhbət gedir, biz də onları təbii ki, düşmən kimi görürük. Çünki Ermənistanın regionda baxırıq, Rusiya, Gürcüstan, Azərbaycan, Türkiyə, İran. Gürcüstan heç Rusiya ilə sadəcə olaraq münasibətləri gərgindir və hər dəfə də Rusiya qapazı Ermənistan başda burada yenə dost olurlar. İranla bacıdırlar, aydın məsələdir və ortada qalır Azərbaycan və Türkiyə. Deməli, potensial olaraq bu silahların hər biri bizə qarşı, Türkiyəyə qarşı yox, konkret olaraq bizə qarşı yönəlmiş sayılır. Və bu nöqteyi nəzərdən təbii ki, biz silahlanmamızı artırmalıyıq. Təbii ki, biz daim diqqətdə saxlamalıyıq ki, nə var, nə yoxdur, nəyə qadirdirlər, nə edə bilərlər. Bütün bunların hamısını görməliyik, başa düşməliyik və deməməliyik ki, düşməni heç vaxtı dəyərləndirməmək olmaz. Xeyr, erməni çox hiləgər olur. Və ona görə də hiləgər olduğuna görə yeri gəlmişəm, digər hiləgər olan farslardan bacıdırlar. Səmada, İrəvan səmasında təyyarələr keçdi. Söhbət Su-30'lardan gedir. Bu Mi-8'lər, Mi-117'lər, bunlar heç, bunlar elə-belə Karova deyirlər ruslar ona. Yük daşımaq üçün vertuşkalardır. Bu həmin o Rainbow idi, keçdi, çıxdı, getdi. Və indi buradan uzaq bir təsvirdə gəlirlər. Təyyarələr gəlir, Su-30'lardan söhbət gedir. İndi bir məqamı göstərəcəm. 20-ci ildə bu Su-30'lar havaya qalxmadı. Amma burada fikir verin, düzdür, bu sonradan çəkilmiş, manevr zamanı çəkilmiş bir təsvirdir. Amma hər bir halda burada artıq raketlərin, təyyarənin qanadlarının altında olduğunu görmək mümkündür. Hətta hərfləri belə oxuyanda orada Mesto razyoma, yəni qoşulma yeri kimi bir söz gördüm. Raketin üstündəki rəqəmlərə baxanda, yazılara baxanda artıq bu raketlərin ilə Rusiya istehsalı olduğunu başa düşmək mümkündür. Bu bir. İki,
Növbəti bir kadr. Bax, burada da yenə də xüsusi olaraq bizə təyyarənin qanadının altında raketləri göstərirlər. Parada təyyarələr qalxanda silahsız qalxır. Bu maket də ola bilər, mən heç də demirəm. Amma fakt, xüsusilə gözümüzə soxurlar ki, artıq bizim Su-30'larımız silahlanıb. Və burada isə füzilajın altında da burada silahlar var. Plus, yəni tam yükləyiblər ha təyyarəni. Diqqətdən baxanda füzilajın altında olan sursatların raket yox, bomba olduğunu görmək mümkündür. Və biraz da diqqətlə onları araşdıranda bəlli olur ki, bunlar İranın istehsalı olan Yasin raketləridir. Bombası daha doğrusu. Bombaya Yasin adı qoyasan, onu ancaq farslar bacararlar. Başqa sözlə, artıq Su-30'lar həm Rus raketləri, həm də İran istehsalı olan aviabombalardan da istifadə etmək üçün planlaşdırılır. İnteqrasiya burada var və hətta bu təsvirlərə baxanda görmək mümkündür. Qanadların altında və gövdənin, füzilajın altında burada bombaların olduğunu görmək mümkündür. Diqqətlə baxanda görmək mümkündür. Və tədricən artıq həmin o Su-30'ların sayını artırmaqla paralel Hindistandan yenə də Su-30 MKI təyyarələrini lisenziya üzrə Hindistan istehsal edir. Onları almaq niyyətindədirlər və əllərində olan Su-30'ların Hindistan hesabına sursatla təmin edilməsini planlaşdırırlar ermənilər. Bir sözlə, ermənilər yatmayıb, ermənilər silahlanır. Demirəm ki, bugün, sabah, birisi gün müharibə olacaq. Yox, sadəcə olaraq iyunun 7-sində Ermənistanda parlament seçkiləridir və bu parlament seçkiləri öncəsi təbii ki, Paşinyan mütləq idi ki, belə bir şou təqdim eləsin və desin ki, bax, buyurun, mən ölkəm üçün əlləşirəm, çalışıram. Bir köpüklü yer gəlmişə uçmaqları yoxdur. Sırada uça bilmirlər. Hamısı belə yarım itirişmiş alkaş pilotlar kimi belə ləngər vururlar. Fikir verin, tuta bilmirlər düz xətti, uça bilmirlər. Həqiqətən uça bilmirlər. 4 təyyarə getdi, 5-incisi gecikdi. Yəni, fərri başlı uçmaqlarına da hələ çox var. Bir sözlə, ermənilər hazırlaşır. Nəyə? Demirəm müharibəyə. Demirəm ki, bu günü sabah biz ilə müharibə eləyəcəklər. Yox, amma əgər erməni belə hazırlaşırsa, biz mütləq baratımızı daim quru saxlamalıyıq və yenə də deyirəm, sülh müqaviləsi də imzalansa, sərhəd də Ermənistanla açılsa, trip marşrutu da inşallah işə düşsün, mənə lazımdır. İşə düşsə, mənim üçün düşmən düşməndir. Bax, bunu mən özüm üçün bir alın yazısı olaraq saxlamışam. Hələlik isə yenə də abunə olmağı yaddan çıxarmırsınız. Salamat qalın, əsası olmayın.